Bir insanın ağlında olanları bilmək istəyirsinizsə, onun sözlərinə qulaq asın. Qəlbində olanları anlamaq istəyirsinizsə, davranışlarına baxın. Çünki sözlər bəzən süslənə, gizlənə və ya dəyişdirilə bilər. Amma davranışlar insanın iç dünyasının ən səmimi aynasıdır. Onları saxtalaşdırmaq çətindir. İnsan çox şey deyə bilər. Amma necə davrandığı onun həqiqi niyyətini və qəlbinin gerçək üzünü göstərir. Həqiqi hörmət yalnız yaxşı niyyətdən yaranmır. Hörmət insanın xarakterindən, mövqeyindən və öz dəyərini qorumağı bacarmasından doğur. İnsanlar çox vaxt sərhədi olmayan yaxşılığı zəiflik kimi anlayırlar. Halbuki anlayış göstərmək və güzəşt etmək gözəl xüsusiyyətdir. Bu öz dəyərini unutmaq demək deyil. Amma insan bəzən yox deməyi də bacarmalıdır. Çünki davamlı olaraq güzəştə gedəndə səni ciddi qəbul etmirlər. Bəzən kiçik şeylərin belə gətirdiyi xoşbəxtliklər insanı böyük sevincə qərq edir. Bir təbəssüm, bir xoş söz, gözlənilmədən gələn bir diqqət bütün günün ovqatını dəyişə bilir. Ağıllı insan səhv edə bilər, çünki o da insandır. Amma onun fərqi ondadır ki, etdiyi səhvdən dərs çıxarır. Eyni daşın üstünə ikinci dəfə büdrəməmək üçün düşünür, analiz edir, nəticə çıxarır. Onun üçün səhv məğlubiyyət yox, təcrübədir. Ağılsız insan isə səhvi qəbul etmir. Günahı başqasına atır, bəhanə tapır və nəticədə eyni vəziyyəti təkrar yaşayır. Zaman keçir, amma dərs alınmadığı üçün həyat da dəyişmir. Necə ki, Albert Einstein deyirdi, eyni şeyi təkrar edib fərqli nəticə gözləmək dəlilikdir. İnsan böyümək istəyirsə, əvvəlcə səhvləri ilə üzləşməyi bacarmalıdır. Çünki inkişaf səhvin bitdiyi yerdə yox, ondan dərs çıxarılan yerdə başlayır. Sənin varlığın özü bir gözəllikdir. Sən bu dünyaya bir işıq gətirmisən. İnsan bəzən öz qədrini bilmir. Elə bilir ki, böyük işlər görməsə, yüksək zirvələrə qalxmasa, ad qazanmasa, şöhrət qazanmasa, bu dünyada vacib bir insan ola bilməz. Amma həqiqət tamam başqadır. Əgər sənin varlığın gözəldirsə, yəni ruhunda kin yoxdursa, başqasının sevincinə, uğuruna sevinə bilirsənsə, çətin anda kiminsə əlindən tuta bilirsənsə, demək ki, sən bu dünyaya işıq gətirmisən. İşıq olmaq üçün günəş olmağa ehtiyac yoxdur. Kiçik bir şam da qaranlıq otağı aydınlandıra bilər. Ona görə də öz varlığınızı kiçiltməyin. Əgər qəlbiniz gözəldirsə, siz artıq bu dünyaya lazımsınız. Birinin uğurlarını qısqanıb paxıllıq edənlər, əslində həmin uğurun özünə yox, o uğurun onlarda oyatdığı hissə reaksiya verirlər. Çünki başqalarının nailiyyəti onlara öz çatmadıqları arzuları xatırladır. Başqalarının sahib olduqlarına paxıllıq etmək insanı irəli aparmır. Əksinə, içdən içə yorur.
Paxıllıq zaman, enerji və ruh itkisidir. Halbuki, eyni enerjini öz üzərində çalışmağa, məqsəd qoymağa və addım atmağa yönəltsən, sən də o yerdə ola bilərsən. Amma sənə bu lazımdırmı? Bu sualı özünə ver və öz bacarıq və imkanlarını önə çıxar. Öz yolunu get. Bəlkə də səndə olan elə istedad və bacarıqlar var ki, o başqalarında yoxdur. Hamı kimi olmaq, hamı ilə yarışmaq məcburiyyətində deyilsən. Özün kimi ol, öz uğurlarını qazan. Hər kəsin yolu, zamanı, imtahanı fərqlidir. Kiminsə bugün çatdığı yer, sənin də sabahın ola bilər. Bunun üçün başqasının uğuruna göz dikmək yox, ondan ilham almaq lazımdır. Çalış, səbirli ol, özünə inan. Və unutma, başqasının uğuru sənin məğlubiyyətin deyil. Əksinə, bu dünyada bacaran biri varsa, deməli sən də bacararsan. Yetər ki, baxıllıqla yox, əzmlə irəliləyəsən.